Biz Güneylilərin bu günləri vəziyyətimiz deyirlər ki, ana dilimiz qadağadır, amma Pezeşkiyan da bir müsahibə elədi ASTV-nin xəbərniqarı ilə, orada müxbirlə və söhbətlərində də farsça danışdı. Biz Güneyliləri çox kədərləndirdi və narahatçılıq yarandı ki, orada dilmacaya, mütərzimə nə niyaz vardı, hələ orada biri də arada olar ki, onun sözlərini yetirəm. Gərəklidir ki, Azərbaycan türkçəsində müsahibə verəydi və arada da bir etirazı oldu, indi ola bilər şirinlik yaratmaq üçündür, ya nədir? Nəysə, o da bu şeylərindən idi, haşiyələrindən idi bu görüşü ki, Tehrana getmişdi o müxbir. Buyurun, eşidək sizdən. Bu, İranla Azərbaycanın əlaqələri bildiyiniz kimi yaxşı durumda deyildi. Amma ki, sizcə bu səfəri Pezeşkiyanın olan əlaqələri ki, vəziyyəti yaxşı doğru idi, durumu yaxşı deyildi, eləyə biləcək bu Pezeşkiyanın Azərbaycana gəlməsi ilə ara yumuşalsın və təadülə yetişsin və mütəadil bir diplomatik əlaqələr qurulsun. Buyurun. Məhbub bəy, Mehdi bəy, axşamınız xeyir. Bütün izləyiciləri də salamlayıram. İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri ilə bağlı müzakirələr Azərbaycan Cumhuriyyətində, Respublikasında hardasa bir aydır gedir. Mənim də müəyyən yazılarım oldu, paylaşımlarım oldu. Digər mənim həmkarlarım da bu istiqamətdə müxtəlif müzakirələrdə iştirak edirdilər. Yəni, həm səfərdən öncə, həm də bugün səfər artıq baş tutub, iki yanaşma mövcud idi. O yanaşma bugün də öz aktuallığını qorur. Birinci yanaşma budur ki, İslam inqilabından bu yana, yəni İran İslam inqilabından bu yana ilk siyasətçi, Azərbaycanlı siyasətçi İranda prezident seçilib, müsbət qarşılanır. Tehranda, digər şəhərlərdə onun Azərbaycan dilində Şəhriyardan dediyi o şeirlər Azərbaycanda müsbət qarşılanıb və düşünür, belə yanaşma mövcud idi ki, birinci yanaşma bundan ibarət idi ki, yəni Pezeşkiyan səfəri də çox uğurlu olacaq, iki tərəfli əlaqələrə Pezeşkiyan əhəmiyyət verir, Azərbaycan da əhəmiyyət verir və münasibətlərdə biz yeni istiqamət qazanacağıq, əlaqələr daha da inkişaf edəcək. Bu birinci yanaşmadır. İkinci yanaşma isə bundan ibarətdir ki, bəs İran prezidenti Məsud Pezeşkiyan xoş niyyətli olsa da, yəni bütün bu münasibətləri inkişaf etdirmək onun əlində deyil. Yəni, İran konstitusiyası var, səlahiyyətləri də yüksək deyil və Azərbaycanla bağlı İranda qərar verən müxtəlif mərkəzlər var. Yəni, deyəlim ki, 3 mərkəz varsa, biri prezidentdir, o birisi ikisi ali dinli lider və ətrafı, üçüncü də Sepah və o generalları ora aid etmək olar. Yəni, bu iki mərkəz də qərar verə bilir Azərbaycanla bağlı və bu iki mərkəzin qərarları heç də hər zaman müsbət olmur. Əksinə, Azərbaycan əleyhinə təxribatçı açıqlamalar, nə bilim, hansısa ali dini liderin nümayəndəsini Ərdəbildə, digər şəhərdə Azərbaycan əleyhinə açıqlamaları, çıxışları təxribatçı olur. Üstəgəl sərhəddə vəziyyət hər zaman mürəkkəbdir. Narkotik İrandan Azərbaycana keçirilir. Azərbaycan səfirinə hücum edildi ki, o hücum edənin, belə deyək, ölüm hökmləri yerinə yetirilməyib. Bütün bunlar, bu problemlər ortada. Bu da ikinci yanaşmadır. Və Azərbaycan ekspertlər arasında bir qrup birinci yanaşmaya üstünlük verir ki, Pezeşkiyan soydaşımız olduğuna görə münasibətlər bundan sonra inkişaf edəcək. Belə düşünən ekspertlər də var. İkinci yanaşmaya üstünlük verənlər də var ki, bəli, İran prezidenti xoş niyyəti var, Azərbaycanca danışması bizim xoşumuza gəlir. Amma orası da var ki, prezident Pezeşkiyan olmur, kim olur olsun İranda prezident, qərar verə bilmir. Qərarı verən başqaları da Azərbaycanla münasibətlərin normallaşmasına, belə deyək, üstünlük vermirlər. Bu iki yanaşmadan hansının üstünlük qazanacağını biz yaxın müddətdə görəcəm. Mən özüm də o qədər optimist deyiləm, belə deyək. Yəni, mənim də Pezeşkiyan bu baxışlarına ola bilsin müəyyən qədər xoşum gəlsə də, amma başa düşürəm ki, reallıq var. Reallıq isə ondan ibarətdir ki, Pezeşkiyan istəsə belə Azərbaycanla münasibətlərin normallaşmasına başqaları qərar verir. Bu bir. İkincisi də örnəklər var. Yəni, Pezeşkiyan Azərbaycan olmasın, digər məsələlər olsun. Məsələn, Amerika prezidenti ilə danışıqlara hazır idi. Amma ali dini lider onun ağzının üstündən vurdu və özü də etiraf etdi ki, ali dini liderin qoyduğu siyasətdən kənara çıxmayacaq. Eləcə də bu sözlər Azərbaycana aiddir. Yəni, əgər ali dini lider, Sepah generalları Azərbaycan əleyhinə
təxribatları davam etdirəcəklərsə, Pezeşkiyan gücü çatacaqmı bu siyasəti dəyişsin və yaxud korrekt etsin? Çətin ağlım kəsir. Çünki 30 illik bizim təcrübəmiz də var. Pezeşkiyandan qabaq da möhtədil dırnaqarası deyirəm, prezidentlər olub, Həsən Ruhanisi olub, nə bilim, daha əvvəl 8 il prezident olmuş Məhəmməd Xatəmi olub. Onlar nəyə dəyişiblər ki İranda? Hansı daxili və xarici siyasətdə uğur qazanıblar ki, Azərbaycanla münasibətləri inkişaf etdirə biliblər ki? Xeyr, biz hər zaman təxribatlarla üz-üzə qalmışıq, elə onların olduğu dövrdədir. İran prezidentinin müsahibəsinə gəldikdə siz də toxundunuz Məhbub bəy. Yəni, mən bu haqda yazmışdım əslində ki, İran prezidenti Azərbaycana gəldikdə onun iki seçimi var. Ya Azərbaycan prezidenti İlham Əliyevlə Azərbaycan dilində danışacaq, ya da rəsmi dil olan İranın rəsmi dili fars dilində danışacaq. Mən düşünürdüm ki, Azərbaycan dilinə də üstünlük verə bilər. Bu halda, yəni biraz da, belə deyil, burada biraz öz reytingini də gücləndirir Azərbaycanlılar arasında. Amma onu da fikirləşirdim ki, Azərbaycan dilində danışmaya da bilər. Niyə? Çünki həmin o mühafizəkar qüvvələrdən çəkindiyinə görə. Çünki gəlib Azərbaycanda Azərbaycan dilində danışsa bütün görüşlərdə, onda yəni Pezeşkiyan bilirdi ki, onu topa tutacaq həmin o mühafizəkar dairələr. Bir dəfə belə bir hadisə, oxşar hadisə olmuşdu. Hansısa konferansda Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanla üz-üzə gəlmişdi. Ona da Ərdoğan Pezeşkiyana demişdi türk dilində danışır. O da demişdi türk dilini bilirəm, amma rəsmi dil farsdır. Yəni bununla əslində Ərdoğana demişdi ki, mən sizinlə türk dilində danışsam, məni topa tutarlar və mən hesab edirəm mühafizəkarlar çəkindiyinə görə həm Tehranda Azərbaycan jurnalistinə müsahibəni fars dilində verdi. Halbuki Azərbaycan dilində verə bilərdi rahat şəkildə. Həm də bugün Bakı görüşlərində elə fars dilində danışır. Amma burada Azərbaycan prezidenti bir strateji bir addım atdı. Nə idi bu addım? Yəqin görüntüləri də siz izləmişsiniz. Rəsmi görüşdən sonra Bilgəhdəki o iqamətgahında İlham Əliyev Pezeşkiyanı eyvana dəvət etdi. Eyvana çıxdılar və eyvanda böyük ehtimalla düzdür onun görüntüləri yayılıb, səsi yayılmayıb. 2 dəqiqə, 3 dəqiqə də olsa İlham Əliyev Pezeşkiyanla Azərbaycan dilində danışır. Məncə bu İlham Əliyevin bir strateji addımı idi. Yəni görəndən sonraki Pezeşkiyan rəsmi tədbirlərdə fars dilində danışıb, amma onu bir eyvana çıxartdı ki, heç olmasa ana dilində də iki prezidentlər arasında bir səmimi bir söhbət olsun. İndi səfər başa çatdı. Əslində səfər qısa müddətdə oldu. Pezeşkiyan özü də qeyd etdi ki, Bəndər Abbasda baş verən o partlayışa görə səfər qısa müddətdə olacaq və vəd etdi ki, yenidən Azərbaycana qayıdacaq. Azərbaycan əlbəttə İran arasında ortaq layihələr var. İndi Araz dəhlizi deyilən bir nəqliyyat xətti işə düşməlidir. Araz üzərində körpünün inşası da bitmək üzrədir. Bunda da biz maraqlıyıq. Yəni, bu istiqamət əlbəttə ki, işlərin davamı lazımdır. Əlbəttə biz qonşu İranla normal münasibətlərin saxlanılması istəyir. Amma bu bizdən də asılı məsələdir. Məsəl üçün, bir misal sizə deyim. Azərbaycan 91-ci ildə müstəqilliyini qazanıb. Bu 30 ildə, yəni bütün narkotik ancaq İrandan Azərbaycana keçirilməyə çalışılıb. Yəni Azərbaycandan heç zaman sərhəd pozuculuğu olmuyor. Çox maraqlıdır ki, İranda siz də yaxşı bilirsiniz, narkotik yetişdirilməsinə görə narkotik maddələrin daşınması ölüm cəzası mövzudur. Və necə olur ki, bu ölüm cəzasından qorxmayan hansısa qruplar narkotiki yenə də Azərbaycana daşımağa çalışır. Hətta indi müasir üsullardan, dronlardan istifadə etməyə başlayır. Yəni sanki bizdə şübhə yaranır ki, İranda hansısa dairələr bu yolla da Azərbaycana qarşı təxribatçı siyasət yürüdürlər ki, Azərbaycan gənclərini də bu yolla zəhərləməyə çalışır. Üstəlik o səfirliklə bağlı da məsələlər tam aydın deyil. Burada da Pezeşkiyan qərar verə biləcəkmi? Bizim müəyyən şübhələrimiz var. Ola bizim Pezeşkiyan burada da xoş niyyətlidir. İstəyər ki, o məhkəmənin qərarı yerinə yetirsin. Amma bu da Pezeşkiyan məncə əlində deyil. Çünki görüntülər var. Həmin o terrorçu belə şəxsi qərarı ilə Azərbaycan səfirinə hücum etməmiş. Görüntülərdə də biz izləyirik ki, 40 dəqiqə, 45 dəqiqə səfirin qapısını Kalaşnikov avtomatı ilə döyəcdir, polis qıraqdan, kənardan müşahidə edir. Bütün bunlar ortada varkən, bütün suallar ortada varkən, əlbəttə Pezeşkiyan nə qədər xoş niyyətli olsa da, iki ölkə arasında münasibətləri, yəni belə müsbət istiqamətdə irəlilətmək çox çətin olacaq.